Belə ki, 2017-ci ildə qəbul olunan əmək pensiyaları haqqında qanuna əsasən, hər il əvvəlki ildə iqtisadiyyatda muzlu əmək haqqı alan şəxslərin orta illik əmək haqqı artım faizinə uyğun olaraq, növbəti illə pensiyalar həmin faiz qədər indeksləşdirilir, yəni artırılır. Bəs bu il pensiyalar nə qədər artırılacaq? Yeni Sabah məlumat verir ki, iqtisadçı ekspert Xalid Kərimli Mətbuat.az açıqlamasında qeyd edib ki, 9,2%-dən 9,3%-ə qədər aralığında artım olacağı gözlənilir. Keçən ilin yekun göstəricisi hələ açıqlanmayıb. Bu rəqəm adətən ilin əvvəlində, yanvarın ilk həftələrində, dekabrın 31-nə olan məlumatlar əsasında təqdim olunur. Hazırda noyabr ayının göstəricisi məlumdur və bu rəqəm 9,3% təşkil edir. Bu göstərici fevralın ilk 10 günlüyündə dəqiqləşəcək. Daha sonra həmin faiz əsasında qanunun tələbinə uyğun olaraq Prezident tərəfindən sərəncam imzalanır və pensiyalar yanvarın 1-dən etibarən artırılır. Kərimli əlavə edib ki, yanvar ayında alınmayan artım fevral ayında kompensasiya olunur. Yəni, fevral pensiyasına həm yeni məbləğ, həm də yanvar ayı üçün hesablanan fərd əlavə edilir.